Hər kəs salamı və Çinarda sizləri xoş gördük. Təxminən 2 aydan çox idi ki, səhifədə video paylaşmırdı, məlumat xarakterli videolarımız olmurdu və bu gündən etibarən istəyirəm mütəmadi olan videolar paylaşım. Müəyyən düzdür səbəblər var idi, video paylaşmamamızda müəyyən problemlər yaranmışdı. Allaha şükür həmin problemlər həll olunub və mütəmadi olaraq videolar paylaşmağı düşünürəm. Və qayıdacaq bizim bir mövzu başlığı açmışdıq. Forex bazarının prinsipləri və əsasları və bu mövzularda öz YouTube səhifəmizdə belə deyək paylaşımlar etmişdik. Və burada da səhifədə olan paylaşımları görə bilərsiniz. Düzdür, səhifədə texniki analizlə bağlı, müəyyən strategiyalarla bağlı paylaşımlarımız da olmuşdur. Təbii olaraq yenə də deyirəm, bunlar tövsiyə xarakterli olmuşdur. Və indi hal-hazırda isə qayıtsaq mövzumuza. Biz sonuncu dəfə paylaşdığımız YouTube-da mövzumuz maliyyə bazarının ürəyi, texniki analiz barəsində mövzu paylaşmışdıq və indi isə hal-hazırda isə paylaşmaq istədiyim və danışmaq istədiyim mövzu Forex-də risk və pul idarəçiliyi barəsindədir. Və mövzuya başlamamışdan öncə onu qeyd edeyim ki, bu gün mövzulara yenidən nəzər yetirəndə 6-cı mövzudan sonra 7-ci Forex brokerlər haqqında mövzu gəlir. İndi o ekranda görürsünüz siz mövzuları. Ola bilər ki, 8-ci mövzunu Forex-də bazarın psixologiyası, kütləvi davranış, emosiyaların bazara təsiri, 8-ci mövzunu 7-ci mövzudan qabaq salım. Çünki Forex-də risk və pul idarəçiliyindən sonra və onun daxilində də bazarda belə deyək, traderin psixologiyası çox böyük mövzudur və bazarın həmin traderin psixologiyasına necə təsir göstərir, bu haqqda danışsam daha yaxşı olar. Və ona görə də düşünürəm ki, 6-cı mövzudan sonra 8-ci mövzunu haqqında danışıb, sonradan isə 7-ci mövzu haqqında məlumat paylaşaram. Və hal-hazırda mövzumuza başlasaq, ilk əvvəl onu demək istəyirəm ki, Forex-də risk və pul idarəçiliyi nəzəriyyəyə əsasən baxsaq, görə bilərik ki, nəzəriyyədə belə deyək, balansın 1 və yaxud 2% qədər risk etmək tövsiyə olunur. Bu da məsələyə baxsaq, misal olaraq siz əgər balaca, belə deyək, az bir miqdarda yatırım etmişsinizsə, misal olaraq deyirəm, düz yeni traderlərə heç bir halda tövsiyə olunmur ki, yüksək məbləğdə yatırımlar eləsinlər. Çünki yeni traderlərdə biz də o prosesi keçmişik və yeni bu işə başlayanda tamam psixoloji bir başqa olur. Çünki sən öyrənirsən, ya təlimçi yanına gedirsən və yaxud da təlimçi yanına getməklə bərabər YouTube-da və yaxud digər platformalarda, sosial şəbəkələrdə motivasiya edici videolar qarşıma çıxır və bu səni belə təsirləndirir ki, mən də qazanım, mən də misal olaraq özümə məsələn misal olaraq deyirəm, yaxşı bir maşın alım, ev sahibi olum, nə bilim, səyahət edeyim və digər məsələlər, motivasiya edici videolar çoxdur və bu səndə istər-istəməz psixologiyaya pis təsir göstərir. Və necə pis təsir göstərir və sən bazara daxil olanda bazarın sənə nə tələlər hazırladığını hələ yeni anlaya bilmirsən. Və artıq ki, bazara daxil olursan, yatırım edirsən və bir neçə əməliyyatdan sonra belə deyək, balansı itirirsən və artıq psixoloji olaraq sən tab gətirməyə biraz çətin olur. Yəni psixologiyanla bağlı sonra danışacağam. Və ona görə də risk yatırım edən zaman düşünürəm ki, kifayət qədər imkan daxilində kifayət qədər yüksək bir balansla ticarət etsək daha yaxşı olar. Buna təbii olaraq sən ticarət kimi yanaşmalısan. İstənilən bir ticarətə yatırım edən zaman orada müəyyən bir belə deyək, məbləğ ayrılır ki, həmin ticarəti başlayasan. Çox təəssüf olaraq onu qeyd etmək istəyirəm ki, misal olaraq hər hansı bir ticarətə başlamaq üçün ayrılan məbləğ, misal olaraq deyirəm, hansı bir coffee shop açanda və yaxud da fast food açanda praktika onu göstərir ki, çox da belə əsasən də coffee shoplar çox da bu haqqda əvvəlki videoda danışmışam, çox da uğurlu hesab olunmur. Və ona görə də belə deyək, kapitalı itirmə ehtimalı çoxdur. Lakin Forex bazarına gəlib çıxanda isə hər hansı bir belə deyək,
investora və yaxud da ki, bu işə başlamaq istəyən insana, yeni treyderə bu haqda deyəndə ki, misal olaraq da yatırım edirsənsə və yaxud da yatırım elə, mən sənin pulu idarə edeyim. Misal olaraq deyirəm 10.000 civarında, ən azı 10.000-dən başlayaq və yaxud 5.000 dollardan başlayaq və yaxud da misal olaraq 100.000 dollar və yaxud 50.000 dollar. Yəni bu məbləğləri misal çəkəndə biraz belə ehtiyatla yanaşırlar ki, yəni bazara hələ tam forex bazarına tam inana bilmirlər. Təbii olaraq bunun müəyyən səbəbləri var. Hər hansı bir çətinliyinə rastlaşıblar və yaxud da bu bazar haqqında yaranmış düzgün fikir deyil. Bunlar səbəb ola bilər. Qayıdaq mövzumuza, riskin idarə edilməsi, yəni balansın, yatırdığın balansın 1-2% qədər olsa təbii olaraq yaxşıdır. Təbii olaraq sən əgər bunu idarə edə bilirsənsə, burada yenə də psixologiya belə deyək, araya daxil olur. Çünki istənilən halda reallığa baxsaq, bu haqda danışan treyderlərin özü belə, təlimçilərin özü belə görürsən ki, bu belə deyək, 1-2 balansdan 1-2% idarə edilməsinə tam riayət edə bilmirlər. Təbii olaraq yenə deyirəm, burada bazarın baskısı var. Ona görə bu nəzəriyyəni belə deyək, bazarda tətbiq eləmək biraz çətinləşir. Lakin 1-2% təbii olaraq burada indi müəyyən məsələlər var ki, misal olaraq sən bazar stop lossun qoyulmasıdır. Psixoloji olaraq insanlara təsir edən mövzulardan biri də odur ki, stop loss sən mütləq şəkildə qoymalısan. Bəzən treyderlərin özü, bizim özümüzdə də, mənim özümdə də oldu dəfələrlə ki, stop loss istifadə eləməmişəm, əmin olduğum, belə 90%, 99% əmin olduğum bir ticarət olub. Mən bazara daxil olmuşam və əksinə gedib və stop loss istifadə eləmədiyimə görə, misal stop loss istifadə eləsəydim, 100 dollar və yaxud 150 dollar itirmə ehtimalım var idi. Stop loss istifadə etmədiyimə görə 500 dollar civarında, 600 dollar və yaxud daha çox itirmişəm və yaxud itirmə ehtimalım var. Təbii olaraq gün ərzində bazar istənilən halda belə deyək, treyderə ticarət etmək üçün, uğurlu əməliyyat etmək üçün şans verəcək. Sadəcə o şansı həm dəyərləndirmək lazımdır, həm də ki, sən minusda olduqca daha çox panikaya düşürsən və panikaya düşdükcə də bazar sənin əksinə işləyir. Sanki sən də düşünürsən ki, nə oldu, mən əməliyyat açdım, mən əməliyyat açan kimi də bazar əksinə getdi. Yəni, təbii olaraq istənilən ticarət növündə burada 100% elədiyin ticarət 100%'lik ticarət deyil, ehtimallara əsaslanan ticarətdir. Həm ticarət ehtimallara əsaslanan, həm də strategiyanın özü. Və stop lossun qoyulmasıdır ki, hansı ki, sənin riskləri minimum səviyyə salır. Nəyə görə? Çünki sən əgər əməliyyat açmısan və bazar sənin əksinə gedibsə, səni stop loss olmusansa, yəni bununla sən heç nə itirmirsən. İtirdiyin 100 dollar, 200 dollar və yaxud 500 dollardır. Lakin bazarı yenidən analiz etdikcə gün ərzində analiz edib bazardan yenidən belə deyək, həmin qazancı və yaxud ondan daha çox qazanma ehtimalı var. Lakin burada yenə də psixologiya belə deyək, ortaya daxil olur, mövzuya daxil olur. Çünki insan itirdikcə dərhal istəyir onu bərpa eləsin və bərpa eləmək istədikcə də yenidən minusa getmə ehtimalı var. Ona görə də müəyyən şərtlər çərçivəsində o da sizdə mütəmadi olaraq yeni başlayan treyderlərdə, bəzən belə deyək, köhnə treyderlərdə də bu hal baş verir. İstənilən halda bazar üçün köhnə treyderin olması, yeni treyderin olması üçün heç bir fərqi yoxdur. Lakin artıq siz ticarət etdikcə belə deyək, biraz praktikası olan treyder artıq minusa bazar getdikcə və yaxud ticarəti minusa getdikdə onun üçün o fərq daşımır da, yəni ona normal qarşılayır. Yəni əsas odur ki, bunu psixoloji olaraq normal qarşılaya biləsən. Və eyni vaxtda da take profitin qoyulmasıdır ki, hansı ki, misal olaraq da siz ticarət əməliyyat açmısınız, stop loss yerləşdirmişsiniz, take profit yerləşdirmişsiniz və bazar belə deyək, qalxıbsa, sizin take profiti götürübsə, bazardan çıxın və həmin vaxtı misal olaraq bir neçə dəqiqəlikmi və yaxud bir saat, neçə saatlığımı bazardan uzaq olmaq daha yaxşıdır. Çünki bəzən olur ki, profiti vurduqdan sonra, bazar daha doğrusu sizin əməliyyat götürdükdən sonra yenidən qalxa bilir və siz yenə psixoloji olaraq deyirsiniz ki, buradan da qalxa, yenidən bazara girə bilərsiniz və burada artıq siz idarə etməyi itirirsiniz
və idarə etmə etəndən sonra da balansı artıq neyinirsiniz, risk altına atırsınız. Bu səbəblər olmasın deyənə istənilən halda stop loss, take profit istifadə olunması tövsiyə olunandır və mütləq şəkildədir. Bəzən olur ki, siz əgər daha doğrusu müəyyən müddət keçəndən sonra onu biraz özündə vərdiş eləmək biraz çətindir. Lakin mümkündür. Bəli, mümkündür. Trader misal stop loss qoymur və yaxud take profit qoymur və yaxud bəzən minusa artıq gedəndə özü avtomatik olaraq belə deyək, minusda olan hesab ticarətini bağlayır. Və bu da təbii olaraq yenə də deyirəm, praktikaya əsaslanır, təcrübəyə əsaslanır. Yəni ilk əvvəl siz onu etmək şansınız yoxdur. Çünki yenə deyirəm, psixoloji təsir olacaq sizdə, siz bazarı balansı daha doğrusu etdiyiniz ticarəti açıq saxlayacaqsınız və nə edəcəksiniz, balans riskə düşəcək. Ən əsas məsələ də mütəmadi olaraq balansı qorumaqdır. Çünki istənilən halda siz əgər stop olmusunuzsa, risk idarəçiliyində belə bir məsələ var ki, balans idarəçiliyində belə bir məsələ var ki, görürsən ki, dəfələrlə misal rastlaşmışam belə hadisələrlə. Sən misal olaraq stop lot olursan, balans stop olur. Sən artıq psixoloji olaraq gərginsən və bazardan uzaqlaşırsan. Müəyyən müddətdən sonra dincəlirsən, bir həftə, 10 gün dincələndən sonra bazara baxırsan ki, sənin üçün nə qədər şanslar var və artıq sənin əlində belə deyək, vəsait olmasa sən yenidən bazara daxil ola bilmirsən. Yəni əsas burada idarəçilik, riskin idarəçiliyi nə qədər nəzəriyyə əsaslansa da ki, belə deyək, təlimçilərin, nəzəriyyəçilərin dediyi məsələ odur ki, siz 1-2% balansın 1-2%-ni istifadə eləyin. Amma reallığa baxsaq, bəzən onu idarə etmək çətin olur. Və bir məsələni sizin nəzərinizə çatdırmaq istəyirəm ki, əgər burada misal olaraq deyirəm, siz bir əməliyyat açmısınız, misal olaraq balansınızda $5000 civarında məbləğ var və açdığınız əməliyyat belə deyim, minusa gedib, siz $100 civarında balans azalıb, stop olmusunuz. Belə bir əməliyyat olsa, minus olsa sizdə $500 civarında sizdə minus olur. Yəni ki, baxsaq məsələyə $500 fikirləşərik ki, çoxdur. Lakin növbəti açdığınız əməliyyat, misal 6-cı əməliyyat, hansı ki, sizə take profit ilə bağlanır və siz belə deyək, tamamilə itirdiyiniz məbləği yenidən qaytarırsınız. Bir əməliyyatla o 5 əməliyyat hansı ki, minus gedib, onu belə deyək, örtmüş olursunuz. Lakin əgər siz belə deyək, stop loss qoyulması, bu da risk idarəçiliyinə, pulun idarəçiliyinə bağlıdır. Əgər misal siz stop loss qoymasanız, bazar minusa getsə, siz psixoloji onu bağlamırsınız. $500 gedir minusa, yenə bağlamırsınız $600, buradan qalxar, düşür, buradan qalxar, yenə düşür, buradan qalxar, yenə düşür. $700-800 balans düşür minusa. Siz də belə deyək, ya o əməliyyatı bağlayırsınız, $800 minusa düşəndən sonra, bağladıqdan sonra görürsünüz bazar qalxır, təzədən həminki əməliyyat açdığınız yerə və burada da artıq bazar sizi psixoloji olaraq sarsıdır. Və yaxud da $800 bağlanmışsınızsa bazarı, bazardan çıxmışsınızsa və istər-istəməz $800 minusdasız bir əməliyyatda psixoloji olaraq yenə də sizə sarsıntı yaşadır bazar. Nəinki, misal olaraq 5 əməliyyat, 6 əməliyyat sizə minus gətirsin. Siz artıq bu $800 bərpa eləmək üçün müəyyən əməliyyatlar 1, 2 və digər əməliyyatlar açmalısınız ki, bu minusu birbaşa belə deyək, bərpa eləyəsiniz. Bu da yenə psixologiyaya əsaslanır, psixoloji olaraq biraz çətin olur. Lakin yenə deyirəm, praktika topladıqca, təcrübə yığdıqca bunların öhdəsindən gəlmək mümkündür. İstənilən halda bazarda belə deyək, bu təbii olaraq bunları mən yazılı şəkildə də göstərmək mümkündür. Bəlkə də sırf onunla bağlı, yəni təlim xarakterli bir mövzu çəkə bilərəm. Lakin indi sadəcə olaraq belə şifahi məlumat vermək istəyirəm. Çünki yenə deyirəm, mən təlim
ilə bağlı hələ o məsuliyyəti üzərimə götürə bilmirəm. Çünki mən fikirləşirəm ki, böyük bir məsuliyyətdir və o məsuliyyətin altına girmək biraz çətindir. Ona görə də istənilən halda təlim yanına getsəz belə, öyrənsəniz də belə bu hadisələri, bu prosesləri siz yaşayacaqsınız. Yəni yeni treyderlər və yaxud da praktikası olan treyderlər mütəmadi olaraq bunu yaşayacaqlar. Sadəcə olaraq praktikası olan treyder, artıq təcrübəsi olan treyder artıq onu vərdiş hala alıb, yəni buna normal baxır. Yəni bu fərq odur. Və təbii olaraq biz əsas məqsəd bazara giririk, qazanc əldə etməyimizdir. Dalbadal, yəni belə deyək, hər dəfə itki ilə üzləşməyimiz bizi sarsıdır və biz də hər dəfə yatırım eləyək, itirək deyən olmasın. Risk menecmentə, riskin idarəçiliyinə mütləq şəkildə nəzarət etmək lazımdır. Və buna riskin idarə etməsində də, balansın idarə edilməsində də nə qədər stop loss, take profit qoyulsa da sənin strategiyan təbii olaraq mükəmməl işləsə belə bu halla rastlaşacaqsan və stop lossun və take profitin qoyulmağı da mütləqdir və bundan əlavə də bu belə deyək riskin idarə edilməsi və bu bazarda olan bazarın daha doğrusu treyderin psixoloji təsiri görülməsi olaraq da, yəni bu bazar istər forex bazarı olsun, istər səhəm bazarı neçə illərdir, yəni fəaliyyət göstərir bu bazarda. Misal nə qədər treyderlər var, balansı çox olan treyderlər var və onlar da istər-istəməz təcrübəsi çox olan treyderlər var və orada insanların haradan belə deyək satıb, haradan alacağını, haradan stop loss qoyma ehtimalı olacağını onlar yəni ki daha yaxşı bilirlər. Və burada istənilən halda, yəni bu bazara daxil olursunuzsa, bu hallarla üzləşəcəksiniz və əgər sizdə forex bazarına belə deyək, forex bazarına ticarət etmək həvəsi və belə deyək, trader olmaq istəyi varsa, bunun öhdəsindən müəyyən müddətdən sonra zaman alır təbii olaraq həm forex bazarına ticarət eləmək, öz strategiyanı qurmaq, belə deyək, risk idarə edilməsi, idarəçiliyini, risk menecmenti idarə etmək. Bunlar təbii olaraq idarə etmək üçün müəyyən vaxt alır. Nə qədər mentor yanına getsən belə, nə qədər təlimçi yanına getsən və yaxud da özünə baxıb belə deyək, müəyyən kitablar oxusan belə və yaxud da sosial şəbəkələrdə, müəyyən platformalarda bu bazar haqqında olan məlumatlara, mövzulara baxsan belə, istənilən halda bu itki prosesidir, bazar tam balansın stop out olunmalıdır, stop loss olunmasıdır və bu mümkündür. Və bu yenə deyirəm, əsas məsələ psixologiya məsələsidir bu işdə və psixologiya ilə də bağlı növbəti mövzuda bu haqqda danışacağam. Düşünürəm ki, bunun idarə edilməsi, risk menecment, riskin idarə edilməsi haqqında olan şifahi də olsa risk nisbəti, kapitalın bölüşdürülməsi, zərər limiti haqqında olan belə deyək, hardasa bir 20 dəqiqə yaxın fikrimi bölüşmüşəm sizlə. Gəlişən bu qədər kifayətdir. Ətraflı məlumat vermək daha olar. Lakin bunun üçün müəyyən uzun müddətli vaxt lazımdır. Bu haqqda danışmaq üçün adicə risk nisbətini və yaxud da kapitalın bölüşdürülməsidir ki, hansı ki müəyyən cütlüklərə baxıb hansı cütlüyə, hansı miqdarda lotla girilməsi və hansı dərəcədə stop lossun qoyulmasıdır, hansı dərəcədə take profitin qoyulmasıdır. Yəni bunu ayrı-ayrılıqda özü bir mövzudur. Bu haqqda da ayrıca danışmaq olar. Sadəcə olaraq yenə deyirəm, bu çəkdiyim videolar məlumat xarakterli videolardır. Əgər əlavə suallarınız olsa, sosial şəbəkələrdən, Facebook üzərindən, Instagram üzərindən yaza bilərsiniz. YouTube-da kommentar yazıb öz fikirlərinizi bölüşə bilərsiniz. Fikirləşirəm ki, risk idarə edilməsi və forex risk və pul idarəçi edilməsi haqqında bu qədər danışsam kifayətdir. Əsas məsələ psixoloji haqqında, psixoloji durum haqqında danışsaq və onu da bundan sonraki videoda
o vaxt öz fikirlərimi bölüşsəm, fikirləşirəm ki, bu iki mövzu bir-birini tamamlayacaq və ona görə də burada 7-ci mövzunun Forex brokerləri haqqında mövzu var. İndi siz onu görürsüz və istəyirəm bu mövzunu hələ ki saxlayım, aradan çıxardım və Forex-də bazarın psixologiyası, kütləvi davranış, emosiyaların bazara təsiri bu haqda danışım. Çünki bu mövzu həqiqətən Forex risk və pul idarəçiliyini tam tamamlamış olacaq. Bu qədər və düşünürəm ki, müəyyən müddətdən sonra çəkilmiş video olsa belə uğurlu bir videodur və bəyənərsiniz, öz fikirlərinizi bölüşərsiniz. Hər kəsə uğurlar, Allah amanında.